Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə Maşın Bazarından salamlayıram. Maşınların qiymətlərini öyrənib sizlərə təqdim edəcəyəm. Zəhmət deyilsə kanalımıza abunə olmağı unutmayın. Qardaş, Allah xeyir versin. Sağ ol. Maşınımız Mercedes Y-Class. Y-Class, Y200. Buyurun, məlumat verin, bilək necə maşındır? 92-nindir. 2 motor dizeldir, 601 motordur, avtomat korobkadır. 2-3 elektron nasosdur üstündə, yəni yanacaq nasosu elektron nasosdur. Yəni elə xırda-xırda sözünü açılmayan başım çıxmır, amma indi işlədənlər bilir, almaq istəyən yəqin ki maraqlanar. Bilir də, yəni 2.5 kimi gedir, yəni 2.5 yəqin ki üstünlükləri var o dediklərinizin. Bəli. Motoru təzə motordur, sənədlə, qanunu. Motor dəyişilibdir, hə? Dəyişilib, təzə motor qoyulubdur. Texniki pasportunda yazılıbdır. Bəli, hamısı sənədləri qanunudur, qaydasındadır, hər bir şeyi qaydasındadır. Etibarnaməsi, sığortası, texniki baxışı, hamısı var. Təkərləri təzədir, çürüyü yoxdur. Bunları siz elətdirmisiniz, yoxsa sizdən əvvəl olubdur? Yox, məndən qabaq olubdur, amma motoru yəni qanunu sənədləşdirilibdir. Yəni motorunda heç bir problem yoxdur. Yağ azaltma, səs, mühərrikdə. Heç bir şey yox, motorunda heç bir şey yoxdur. Korobkası hazırda işləyir, səs normaldır. Yəni daha elə də çox traktor səsi vermir. Bizim dizel mühərriklər belə səsli olur. Valla superdir, yəni belə. Korobkası mexanikaydı? Avtomat korobkadır. Avtomat korobkadır. Gecikmə, vurma. Yox, elə şeylər yoxdur. Korobkası mostu əladır. Mostda da səs yoxdur. Altında necə? Çürüməsi yoxdur ki? Altında çürüyü yoxdur, tərtəmizdir. Peredok necə? Səs-küy yoxdur? Peredoku, arxası, kardanı, yəni belə şeylərində problem yoxdur. Təkərlər yaxşıdır, hə? Təkərlər 4 də təzədir. Dəyişiləni bilmirsiniz? Dəyişiləni məncə yoxdur, olmamalıdır. İli köhnədir, prosta bu maşından dəmirləri möhkəm olur da. Bəli. Sağlam. Kosmetik işləri var elə bilirəm, hə? Yüngül kosmetika lak işləri var belə, kraska lak işləri var üstündə. Luk da açıqdır, Luku işləyir, radarı var işləyir. 2 dənə stiplopodionlikdir, qabaqları işləyir. Önlər düymə ilə. Bəli, magnetofon işləyir, push şüşələr təmizdir elə bilirəm, hə? Qırıq-çatı yoxdur şüşələrdə. Şüşələr normaldır, normal. İşdə yaxşı. Oturacaqlar yaxşı, normaldır hamısı. Silinkalar normaldır. Qədə maşınımız kondisioneri demədik. Yox, kondisioneri yoxdur. Luku var işləyir. Peçi var işləyir, luku var işləyir. Normal maşındır. Bəli. Qiymət neçə idi? Qiymət 7300 manata deyirəm. İndirim eləsək? Alan olsa razılaşaram. 7-dən aşağı düşmək olar. 7000-ə yəni sonu deyirəm. İndi kimsə gəlsə alsa belə şirinlik eləyərik. Onda əlaqə nömrəsini verin, qoyun zəng eləsin. 055 444 54-58. Hansı rayon? Bakıdadır. Mən özüm bura işim vardı, işlə bağlı gəlmişdim. Ona görə Bərdən bazarına. Həm ziyarət, həm ticarət. Bəli. Uğurlar arzu edirəm qardaş. Sağ ol. Siz də sağ olun. Təşəkkürlər. Qardaşımız Priora maşını gətirib satışa. Qardaş, xoş gördük sizi Bərdə bazarında. Çox sağ ol, xoş gördük. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınımız? Maşınımızın ili 2007-dir. Motordur, karovkası, yəni bəs problemsiz. İçi 5 gün konluqdur. Yəni 2 ildə özümdədir maşın, yəni problem yoxdur. Qiymət 6300-ə deyirəm, yəni real almaq istəsəniz indirim olunacaq. 6300-ə deyirsiniz? Bəli. İndirimi də var hətta. İndirim də olunacaq maşının yanında. Maşında yəni göz qabağındadır, yəni ustasından gəlsin, yoxlatsın, problem yoxdur. Yəni harda da istəsə yoxlada bilər. 2 il içərisində xərcləriniz olubdu mu maşının? Yox, maşın heç nə. Elə benzin tökür, bir də yağını dəyişdirmişəm, başqa problem yoxdur. Texniki baxışı, sığortası, sənədlər qaydasında. Hamısı tam qaydasında. Mühərriki necədir? Mühərrik ürəyin istəyir. Öz üstündə gələn mühərrikdir mi? 16 yağ azaltması, səsi? Yox. Harada istəsə onu gözləyirəm ki, qardaş yoxlada bilər. Korobkası necə? Korobkasında atma, ya keçəndə xırıltı zat heç nə yox. Peredokda vəziyyət necə? Qəşəngdir. Qranatların səs-küyü yoxdur ki? Yox. Təkərləri yaxşıdır deyəsən, hə? Normal təkərləri var. Hə, təkərləri normal. Altı necə? Altı qəşəng. Çürüyü, pası, zədəsi. Maşınımızın dəyişilənləri? Məndə heç nə dəyişmir. Qapı, kril, kapot. Heç nə dəyişmir. Ümumiyyətlə şübhələnmirsiniz ki, sizdən əvvəl nəsə dəyişmiş olar? Yox. Məndən qabaq yəni bilmirəm, amma mən özüm dəyişdirməmişəm heç nə. Kraska dəyibdir? Kraska hə dəyərlər. Tam kraskalanıbdır. Kosmetik işi yoxdur? Yox, kosmetik yox, idealdır kosmetikası. Şüşələr ön alın şüşəsində çatı var, sərnişin tərəfdəndir, eləmi? Hə, bir dənə o tərəfdə, o da elə belə şey. Yan aynalar təmizdir, hə? Hə, önlər düymə ilə, bəli. arxalar əlinə. Şitin üstündə yoxdur. Yox, heç nə yoxdur. Çək kimi, yəni çəkə də bilərsən, baxa da bilərsən. Oturacaqlar yaxşıdır. Hamısı yaxşıdır. Səs sistemi özünün kimi? Qəşəng. Yaxşıdır. Kondisioner var? Kondisioner yoxdur. 2007-də kondisioner olmayıb. Olmayıb, deyilmi? Bəli. Maşınımızı belə də çəkdik, göstərdik, qiymətini də dedik, endirim də eləyirik.
Neçəyə düşür? Nə qədər endirim eləyək? Vallah baxır adamlardan, ha. Xoş 6000 nətərdir? 6-dan da aşağı eləyərəm. Hətta 6-dan da aşağı eləmirlər. Ha, nə gözəl. Çox Vallahi o super qiymətə 011, 06 satırlar. 07 də yoxdur. Yəni polo ehtiyatçısı onun üçün o qiymətə verirəm yəni. Qəşəng. Əlaqə nömrəsini də qoy sizinlə əlaqə saxlasınlar. Əlaqə nömrəsi 055 233 53 73. Hansı rayondasınız? Bərdə rayonu. Uğurlar arzu eləyirəm. Çox sağ ol qardaş. Qardaş Allah xeyir versin. Sağ ol qardaş. Vaz 21099 Bəli, maşını. bəli. Buyurun. İli 1996 1.5 motordur. Karabka əla vəziyyətdə, motor təzə yığılıb, 4 təkəri təzə. Belə də budur. Qiymət də ki 308. Nə vaxtdan sizindir bu maşın? Çoxdan məndədir. Etibarnamədir, tex pasportdurmu? Tex pasport. Alandan sonra xərcləriniz nə olub? Hər şey heç nə, heç bir şey. Təzə təkərlər qoymuşam, başqa heç nə yox. Texniki baxış, sığorta, Hər şey olunubdur, təzədir hamısı. motorun yağ azaltması, Heç nə, heç bir problem yox. səsi də yaxşı. Bəli, Karabkasında atma heç yoxdur. nə, yox, atma eləmə, heç nə problem yoxdur. Heç nə. Peredokda vəziyyət necədir? Peredokda əla vəziyyətdə. Daş kəsəkli yolda səs eləmir ki? Yox, heç bir problem yox. Otur sür maşını. Ekran necədir? Ekranda salamat, çürüyü çarığı heç nə yoxdur, təmizlənir. Ekranda iş olub. Ekranda yox, böyürlərində zadda suvarka dəyib də. İndi 30 ilin maşınıdır, nətər olmalıdır. Düzəlib. Çürüyü çarığı heç nəyə yoxdur. Təkərləri təzədir. Təzədir, bəli, bəli. 10 Altı gündür. necədir? Altı da tərtəmiz. Heç Çürük, nə, pas çürük yoxdur. Pas yoxdur, heç nə. Yəqin ki dəyişilənlər olar da, qapıdan, kreldən, kapotdan nəsə. Dəyişim özünkidə kraska vurulub maşına. Hazırda kosmetik iş yoxdur ki. Yoxdur, kosmetikaya ehtiyac yoxdur elə. Şüşələri təmizdir. Bəli, bəli. Qırğı çatı yoxdur. Heç Yan nə. şüşələr də əllə qalxır. Şitədəki köhnələrdəndir. Köhnədir, Birinci buraxılışdır. Bəli, bəli. Çatlar var, yüngülvari. Oturacaqlara çol çəkmisiniz. Altıda Bəli, bəli. bilmirəm Stol altı çəkilib. nətərdir. Bir də maşınınız normaldır. Əsas qiymətidir. Qiyməti də Qiymət 308, aşağı yeri də var. Real alıcıya. 400 manat endirim eləmək olar. O qədər yox. Əsas o da əlaqə saxlasın, Bəli, deyilmi? Telefon nömrəsi xatırladım. 051 770 26 80. Hansı rayondasınız? Mingəçevir şəhəri. Uğurlar arzu edirəm qardaşım. Sağ ol qardaş, sağ ol. Siz də sağ olun. Xeyirli olsun qardaş. Sağ ol, sağ ol. Maşınınız 099. Bəli. Buyurun, 2001-ci məlumat verin. Buyurun. 2001-ci ildir. Injektor motordur. Yəni heç bir problem yoxdur. Xadavoy motoru, korobkası ideal vəziyyətdədir. Heç bir xərc tələb eləmir. Yəni otur sür maşındır. Sizdə nə vaxtdandır? 15 ildir ki bizdədir maşın. 15 il. Bəli, bəli, Tex 15 pasportdan il. 15 ildir Bəli, sizin bəli. öz adınız olan maşın. Bəli, bəli. Hə, Yəni nə müəllim gözəl. adam sürübdür. Yəni məktəbə sürülür, məktəbdən də evə sürülür. Yəni başqa hissədə, yəni çapılmış maşın deyil. Yəni çox ideal maşındır. Bir illik etibarnamə verə bilirsiniz. Bəli, bəli. verir, Sığortası, verir. texniki baxışı. Bəli, təzə keçib, bir ay əvvəl keçib hamısı. Nə gözəl. Mühərriki nə zaman yığdırmısınız? Yığdırmamışıq. Sizdə olandan ehtiyac yığılmayıb. yoxdur, bəli. Yağ azaltması onda olar. Xeyr, xeyr. Səsi də yaxşıdır mühərriki. Bəli, bəli. Yəni Karabkada vəziyyət necə? əla, çox superdir. Yəni heç bir problemi yoxdur. Öndə vəziyyət peredokda. Hamısı dəyişilib, qranatlardır. Səsi küyü yoxdur ki? Xeyr, xeyr, heç bir problemi yoxdur. Ekran necədir? Ekran da çox qəşəng vəziyyətdə, ideal İş olubdu ekranda. Xeyr, görünmür. Təkərlər yaxşıdır. Orta, Normaldır. yəni ya yaxşıdır, ya pisdir. Altı ortada. necə? Zədəsi yoxdur, Xeyr, çürüyü, xeyr, pası. yəni kim istəsə yəni baxa bilər də, gəlib baxa bilər. Biz ilki məlumatlar veririk də, təbii ki, alan gəlib dəqiq baxacaq. Bəli, bəli, yəni kim istəsə gəlsin, baxsın, yoxlatdırsın. Qapı, krel, kapot, dəyişilənlər. Bildiyin var Bir mı? dənə krilo dəyişibdir. Qabaq sağ krilo. Sərnişin tərəfi. Ona ki, yəni gəlib vurublar. Qəsdən deyəndə, yəni yol gedəndə maşın gəldi vurdu. Bir dənə krilo dəyişib. Kosmetik işləri yoxdur ki. Kraskalıq işi. Yüngülvari Ha, o birisi tərəfdə qrup yeri var, Hə, hə. qrup yeri olan 200 Qapıların manat xərclədi. üstündə. Başqa işlə. Şüşələr yaxşıdır, qırğı çatı yoxdur Xeyr, şüşələr. xeyr, yoxdur. Əllə qalxır, yan aynalar düymədir. Önlər Əllə qalxır. önlər düymə ilə, Xeyr, əllə qalxır. əllə ləğv olunubdur. Hə. Quşa görə də donur qalxır. İştin üstündə də çol var, hə. altından xəbərimiz yoxdur. Yox, yaxşı Çat var. vəziyyətdədir, xeyr. Oturacaqlarda vəziyyət necə? Yaxşıdır. Çollarda süzülmələr var. Hə, bir dənə çollarda. Orijinalları süzülmələr. necədir, bilmirsən? Orijinallar da yaxşıdır da, yəni 70% yaxşıdır. Maşınımızın qiyməti 5500-ə deyilir. endirim eləsək
Real alıcı olsa danışmaq olar da. 5500. 5'e vermək olmaz. Olar. 5'e də vermək olar. Beşi də Maşınımız vermək hansı rayondadır? Şəki rayonunda. Şəki şəhərində. Bəli. Əlaqə nömrəsini deyin. 051 232 2324. Allah xeyir versin. Çox sağ olun. Allah razı olsun. Siz də son qardaşım. Qardaş Allah xeyir versin. Sağ ol qardaş, çox sağ ol. 015, eləmi? Bəli. Buyurun, məlumat verin. Bilək necə İli maşındır? 2011-dir, dəyişən yoxdur. Bütün detallar Radnoy 11-indir. 3 il yarımdır məndədir. 2 il yarım, 3 il yarım. 3 il yarım. Aformut olunub yəqin Aformut ki. adımızadır, bəli. Texniki bağış sığorta. Hamısı var idi. Maşının heç bir texniki problemi yoxdur. Bütün detallar özünün Radnoydur. Polnu 5 şumkadır, STP ilə yığılıb salon. 2 il içərisində nəsə düzəltdirdiniz? 2 STP polnu, 5 şum polnu. Bütün xadavoyu yaxşı vəziyyətdədir. Peradovu yaxşı vəziyyətdədir. Karovka, motor ideal. Bir dənə kosmetik işləri var. Mühərriki nə zaman yığdırdınız? Mühərrik əl vurulmayıb. Mühərrik Açılmış olar amma. Yoxsa xəbəriniz yoxdur? 3 il yarımda heç zad eləməmişəm. Yağ azaltma səs var. Yox, yağ azaltma yox. Mühərriki yaxşı. Karovkası yaxşı. Karovkası yaxşıdır. Peradok necə? Peradovu yığdırmışam nolda. Daş kəsəli yolda səs eləmir. Yox, heç bir taqqıltısı, səs küyü yox. Ekranda iş olub, Yox. əl dəyməyib ekrana. Yox. Çatısı var, kası yox. Yox, heç zad yox. Olmazsa. Təkərlər yaxşıdır. Təkərlər yaxşıdır, yaxşı vəziyyətdədir. Polda çürümə yoxdur. Yox, altı Yaxşıdır. təmizdir. Aha. Qapı, krel, kapot heç biri dəyişilməyib. Dəyişən detal yox. Amma krellərin elə biləm yuxarı hissələrində çürümələr başlayır, hə? Kosmetik işləri var. Krelin bir tərəfdən krelin ayağından. Bir tərəfində deyiləm, bir tərəfində. Kosmetik işləri var. Kraska vurulmuş olar da əvvəl. Vurulub kraska. Məndən əvvəl olub da, məndə kraskalanmayıb. 3 il yarımdır mən elə sürüyorum. Ön alın şüşəsində də bir dənə çatı var. Hə. Yan aynalar düymədir. Hamısı, hə. Hamısı deyəndə önlər. Arxa yox da, önlər. Önlər düymə iləndir. Şitin üstü yaxşıdırmı? Yox, ki qırıq çat. Yox, çatı zad yox. Sürücü tərəf oturacaqda biraz süzülmələr süzülmə görürəm. var. Çollansa daha yaxşı olar. Belə də maşınımız normal maşındır. Qiyməti də əsas bizim üçün. Qiyməti də 7000-ə deyirəm. Endirmə eləsək? Endirim eləyərəm. 6-8-ə verərəm. 6-5-i yox. Olar. O da olar. Biz təklif eləyirik, ha, məcbur eləmirik. Bildim, olar. Hansı rayondasınız? Ağcabəd rayonu. Əlaqə nömrəsini deyin, sizin əlaqə 051 saxlasınlar. 991 16 41. Allah xeyir versin Sağ ol, qardaşım. çox sağ olun. Siz də sağ olun. Çox sağ ol. Təşəkkürlər. Sağ ol. 99 Moz karovka çiçək, karovka 5, 4 dənə təzə təkər. Salon çiçək vəziyyətdə. Qardaş Allah xeyir versin. Sağ ol, var ol. 07 maşını Bəli, ili 99, karovka 5. satırsınız. Bəli, Niyə satırsınız? bəli. Pula ehtiyac var. Daha yaxşı maşın almaq üçünmü? Allahın köməkliyi ilə, bəli. Tək xeyir işlərə xərclənsin. Sağ ol, var ol. Moz çiçək, Nə vaxtdan sizinkidir bu maşın? hardasa 6 ildir. Aformutdur, etibarnamədirmi? Bez problemsiz. Öz adınız olan maşın. Bəli. Texniki baxış, sığorta. Hamısı 3 ay bundan qabaq keçir. 3-cü ay. Mühərriki nə zaman yığdırdınız? 1 il bundan qabaq. Sadə mühərrikdə bunlar. Bəli. 06. Mühərrik 06 doğrudur mu? 06 karovka 5. Yağ azaltma, 99. səs, Bez problem. Liboy bir ustaya apara bilər. motoru yaxşı. Karobkası necə? 5. Diferdə vəziyyət. Çək. Altına baxmamısınız. Polunda çürük pas. Tərtəmiz. Danqrat yerləri salamat. Deyirəm ki, gül kimi. Təkeyli olsun. Sağ ol. Öndə vəziyyət necədir perodokda? Gördüyünüz kimi. Sadə perodok. Biz belə görürük. Daş kəsəli yolda sürəndə səs eləyirmi? Xeyr. Yaxşıdır. Qabağa mazatırlar təzə. Təkərlər yaxşı. 4-ü də təzə. 2 əl vurma. Qapı, krel, kapot. Dəyişən nə var? Heç bir detalı dəyişmir. Sadəcə olaraq üzərinizə kraskalanır. Kosmetik işi hazırda yoxdur ki. Xeyr. Şüşələrdə vəziyyət necə? Qırığı, çatı. Öz problemi, öz sadə şüşələri. Şitin üstündə bir dənə çat görürəm. Oturacaqlar yaxşıdır. Bəli. Oturacaqlar. Belə də normal maşındır. Normal maşındır. Qiyməti neçə dedik? Qiyməti 4-2. 4200-ə deyirsiniz. Alan müştərilərə aşağı endirim olacaq. 3700, 3800. Qardaş kimsə deyir eləmək olar. 3-8-ə. 3-8-ə vermək olar. Bəli. Hansı rayondasınız? Yevlax rayonu Havari kəndi.
Əlaqə nömrəsində gəlsinlər, zəng eləsinlər. 070 516 1687. 70-lə. Bəli, bəli. Uğurlar arzu edirəm. Sağ ol, var ol. Allah razı olsun. Gəlib elə belə bizi şənləndirdiyin üçün, çəkdiyin üçün. Allah Təşəkkür balanı edirəm. saxlasın. Siz də sağ olun Yəni qardaşlar. alan adam uduzmaz. İnşallah, inşallah. Uğurlar arzu edirəm. Sağ ol, var ol. Qardaşlar, xoş gördük siz Bərdə maşın bazarında. Nə yaxşı gəlmisiniz. Maşın almağa gəlmişdik. Biraz bunu almaq istəyirdim maşını. 07-dən xoşunuz gəldi. Hə, bəli, xoşumuz gəldi. Pulumuza görə. Hansı rayondan gəlmisiniz? Ağzıvədi. Hə, xoş gəlmisiniz. Lap yaxşı. Sağ ol, Allah. Necədir? Sizin büdcənizə uyğun gəlirmi? Bəli, gəlir. Xoşumuz gəzək götürəcəyik. Hə. Hani baxın, Maşınımız da yaxşı maşın oxşuyur. yaxşı Elə mən də bu maşındır, maşını götürəcəyik. çəkmişəm. İnşallah indi izləyicilər üçün də göstərəcəm. Çox gözəl. Yaxşı maşındır. Götürəcəyik. İnşallah, inşallah. Çox sağ ol. Uğurlar arzu edirəm Çox hər sağ ol, birinizə. çox sağ ol. Siz də sağ olun. Təşəkkürlər. Xeyir olsun qardaş. Sağ ol, çox sağ ol. 07 maşınınızı satırsınız. 6300-ə deyirəm. Maşallah olsun, istəyənlər çoxdur. Bax bu qardaş da istəyir, ona da cavab verək. Gəl qardaş, yaxın gəl, yaxın gəl. Hə. 2006. Maşınımızı istəyən çox, amma nəsə çıxıb gedirlər ha. İndirimindən xəbərləri yoxdur yəqin. Yaxşı endirim eləyəsin, Deməyə nə eləmi? verirlər ki, gərək gəlib real alon olar. Endirim olacaqdı mı? O var yəqin ki. Hə, buyurun, məlumat verin. Bilək necə maşındır. Problemi yoxdur. Motor, korobka, mostu yaxşıdır. Sənədləri 1 illik damısı. Etibarnamə, sığorta, Hə, 1 illik. texniki baxış. 5 gün bundan qabaq olmuş texniki baxışı. Sığortada mayın 27-si. Nə qədər vaxt idi maşın sizdə idi? Maşın hardasa 1 il 1 aydır. Xərcləriniz nə olubdu? Elə bütün gördüyün hər şey təzədir. Siz yeniləmisiniz. Mühərriki yığdırmamısınız? Yox, açılmayıb. Zavodskoy mühərrikidir. 06-dır. Nə bilim 07-də nə olur ondan da 06 gəlir. Hə, blokdan 06 yazılır. Açılmayıb amma bloku açılmayıb. Yağ azaltma, Yox, səs. heç nə. Bu motorlar yağ azaltmır onsuz da. Korobkasında vəziyyət necədir? Saşka Ferdos təzədir, korobkası 5-dir, diferdə səs eləmir. Təkərlər də təzədir, peridoku da təzədir. Altında zədə yoxdur polunda. Yox, heç çürüyü yoxdur maşın. Uzbor yığılıb, yağlanıb, qolquza. Tanqrat yerləri salamat. Hə, hamısı. Daş kəsəli yolda səs eləmir. Yox, heç nə, yox. Altında səs yox. Təkərlər təzə, hə? Hə, təkərlər də təzədir, diskləri də təzədir, rəhlənib qoyulub üstünə. Dəyişilənləri, qapı, krel, kapot. Yox, bir dənə arxa sağ krelində iş gedib, qalan yəni belə maşının udarı yoxdur. Kosmetik işi yoxdur ki. Normaldır kosmetikası. Da deyim idealdır, yox, amma normaldır. Yəni belə cızığı zad ola bilər də. Şüşələri yaxşıdır, qırıq-çat Hə, yox, yoxdur. yoxdur şüşələrinin. Əllə qalxır yan aynalar. Əllə mi qalxır? Düymə ilə mi? Əlləndir. Şiti təmiz, oturacaqlar Hə, təmiz. şitidir, oturacaqlarıdır. Belə də maşınımız yaxşı maşındır. Bağlı aparatura sistemi yoxdur ki. Yox, yox. Pioner maqnitofondur, 2 dənə də Pioner kolonkası var. Qiyməti də 6300 deyirik. Hə. Endirim eləyək 5-8-ə düşək. Ya son fikir 6-dır yoxsa 6100. 6100. 6-ya verməyək. Gəl 6000-ə verək getsin bunu. Təklif eləyirik. Sən deyirsən, olar. Təklif deyə məcbur eləyə bilmərik. Eləyək ki, sən də ziyana getməyəsən. Sən deyirsən, olar. Əlaqə nömrəsini de. 050 506 59 59. Hansı rayondasınız? Tərtər. Uğurlar arzu edirəm. Sağ ol. Siz də sağ olun. Əmoğlu Allah xeyir versin. Çox sağ ol, çox ol. Mercedes C-Class, eləmi? Burası Buyurun, məlumat verin bilək necə maşındır. 95-in maşınıdır, bez detal. Bir dənə kosmetika işi lazımdır. 8 yarıma deyirəm, razılaşma yolu var. Çoxdan mı işlədirsiniz? Yox, arasa bir 4 aydır, 5 aydır mənə. Etibarnamədirmi yoxsa pasportla? Etibarnamədir. Texniki baxışı, sığortası. Hamısı var, təzədir. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Diski təkər qoymuşam, nə bilim, maqnitofon qoymuşam, soluter qoymuşam. Mühərrik dedik neçədir kubu? 2 motordur, Benzin? benzin. Yığdırmamısınız ki mühərrik? Xeyr. Yağ azaltması, səsi, Yox, super vəziyyətdə. Mühərrik Korobkası yaxşı. da korobkası necə? şeydir, Plastor korobkadır, 111 motor, Avtomat korobkadır. avtomat. Gecikmə, vurma yoxdur. Heç, Diferin səsi necə? güldür, gül. Altında vəziyyət. Əla. Çürüyü, pası, Altı zədəsi. üstündən gözəldir. Pedokda səs-küy varmı? Heç. Təkərləri zəifliyib elə biləm, hə? Yox, təzə Yaxşıdır. təkər, yaxşı. Eləmi, hə? Diskləri yaxşı diskdir. Qazan disk, bunlar bahalı diskdir. Qapı, krel, kapot, dəyişilən, Heç. zavoddan gələnləri. Zavoddan gələn.
Bozarıbdır rəngi, ha, amma deyəsən kraskalanmalıdır. Günün qabağında qalıb elə qabağı. Yalnız qabağı bozarıbdır biraz. Şüşələri yaxşıdırmı? Qırıq çatı yoxdur Yox, ki? yox, yox. Yan aynalar düymə iləndir. Elektrondur şeylər. Oturacaqlar. Hamısı Oturacaqlar elektron. da düymə iləndir. Oturacaqlar nədir? Çollanıbdır. Parçadır Çol- orijinal yox. yoxsa dəridir? Dəridir. Şitin üstü yaxşıdır. Bir-iki yerində nəsə yapışdırmısan elə durur. Ya belə də normal maşındır. Əsas qiymətidir. Qiymətini də dedik. 8 yarıma deyirəm, razılaşma yolu var. Yəni Son fikir 8-dir yoxsa Onlar da 8-də də verirəm. hansı rayondasınız? Bərdə rayonu Kətərparaq kəndi. Uğurlar arzu eləyirəm. Sağ ol. Əlaqə nömrəsini deyin. 051 434 0867. Allah xeyir versin. Sağ ol. Siz də sağ olun. Değerli izleyiciler, 2015'in Priorasıdır. Ha, bu cür maşındır. Kardeş, qiymət neçəydir? 12.000. Endirim nə qədər? 500 manata deyir, endirim eləyəcək. Gəlirəm qardaş. Maşınımızın 4-ü də düymə ilə qalxır şüşələri. İçərisi də yaxşıdır. Yəqin ki, kondisioneri də olar da bu maşınların. Monitoru da var, oturacaqları yaxşı. Bir də əlaqə nömrəsini də öyrənək. Qardaş, bir dənə əlaqə nömrəsini də deyin. 055 055. Biraz mikrofonu yaxın tutun. 055 222 66 57 Hansı rayondasınız? Gəncə şəhəri. Uğurlar arzu eləyirəm. Sağ ol. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş, sağ ol. Yeşka deyirik də, Y-Class. Bəli, bəli, Yeşka. Buyurun, məlumat verin bilək, necə maşındır? 93-cü ilindir. 93 maşını. Bəli, 2.5 dizel, kondisioneri var. Salonu çiçək kimi, hər bir şeyi necə lazımdır. Udarsız maşındır. Nə vaxtdan sizinkidir bu maşın? Bu maşını az vaxt almışam, prosto başqa maşın götürmək istəyirəm, ona görə satıram maşını. 1 aydır, 2 aydır, 1 ildir. 2 ay olar, 3 ay olar. Maşın keçməli Etibarnamə iləndim yoxsa? Bəli, bəli, sürücülüklə. Sürücülüklə. Yaxın adamla almışam, sürücülük pravarın vaxtına kimi almışam. Yəni həmən adam verəcəkdimi bizə? Bəli, bez problem öz adamı. 1 illiyi verəcəkdir. Problem yox. Alandan sonra xərcləriniz nə olub? Xərclər heç nə. Elə gəzdirmişəm, bəzi çatışmayan şeyləri almışam. Motoru da ki 2.2-dir. Motor 2.5 dizel. 2.5 dizel mühərrik. Bəli, bəli. Necədir mühərrikin vəziyyəti? Qəşəng, çox gözəl, yağ yemək yoxdur. Yağ azaltma səs Demək yoxdur. olar ki, yağ yemək yoxdur. O 6000-də, 7000-də 200 qram o da buxarlanma deli bu maşında olur. Nə qədər də yanacaq yandırır? Motorxananı da gördüyünüzdə çiçək kimidir, yəni udarsız maşındır. Nə qədər yanacaq yandırır? 100-ə demək olar ki, trassa 100-ə 5,5, pataloku 5,5-6. Kondisioneri yoxdur ki bunların? Kondisioneri var. İşləyir? Bəli. Kondisioner də var. Bəli. Korobkası nədir? Korobka 5-dir, mexanik 5. Vəziyyəti necədir korobkanın? Pis deyil, yaxşıdır. Atmağı yoxdur ki? Yox, heç. Diferin səsi var? Heç bir səsi yox. Altında çürüyü varmı? Bəli. Polunda çürüyü? Xeyr, hamısını çıxartdırmışam. Polda bir-iki yerdə o var idi, çıxartdırmışam. Danqrat yerlərində bunlarda da çürüyü olur, yoxsa olmur elə? Yaxşıdır, yox, çürüyü də yox. Peredokun səsi küyü necə? Heç nə, yaxşı, normaldır. Yaxşı bəli. Təkərlər də ki, hələ ki işlətmək olar. Bəli. Təkərlərini deyirəm. Təkərlər təzədir hamısı, yaxşı vəziyyətdədir. Dəyişənlərini bilmirsiniz? Qapı, krel, kapot. Yox, onlar dəyişməyib, hamısı özününkidir. Hazırda da kraskalanmalıdır, bozarıq maşınımız. Bir dənə kraskaya ehtiyacı var, başqa heç yox. Bir dənə çöldən kraskaya ehtiyacı var. Şüşələri yaxşıdır. Bəli, hamısı bax nədir. Qırıq-çat yoxdur ki? Heç nə qırıq. İşti yaxşı. Bəli, işti. Oturacaqlar çuxolludur, altı bilmirəm. Qoca çuxollu, hamısı qırığı sök, heç nə yoxdur. Qiymət neçə deyirsən qardaş? Qiyməti, ilkin qiyməti 5300-ə deyirəm. 500. Real alıcıya yönləşərik, razılaşırıq. 5-dən aşağı düşəcək. 4500-ə verək bunu getsin. Təklifdir ha, bizdə təklifdir yalnız.
Hardasa bəlkə də vacib pul lazımdır, ona görə verərəm, absat. Ziyana vermə amma. Yox, 4500-ə bəli verərəm. Hardadır maşınınız? Beyləqan rayonu. Əlaqə nömrəsində deyin qoyun sizdən 050 əlaqə. 761 78 22. 050 ilə. Bəli, bəli. Hə, uğurlar qardaş. Qardaş xeyirli olsun. Sağ olun. Kia. Kia Rio. Buyurun məlumat verin. Bilək necə maşındır maşınımız? İli 2006-dır. Heç bir problemi yoxdur, yaxşı vəziyyətdədir. Nə vaxtdan sizinkidir? 6 aydır bizdədir. Etibarnamədirmi? Texpasportla öz adınız adımı? Bəli. Etibarnamə? Öz ad. Öz adımıza, bəli. Öz adınız olan maşındır. Bəli, bəli. Texniki baxışı, sığortası. Hər bir şey var, 10 aydır. Alandan sonra xərcləriniz nə olub? Alandan sonra təkər dəyişilibdir. Bir də arxa purjin alınıb dəyişilibdir. Mühərriki nədir bunların? 1.4-dür, benzin. Mühərrikini yığdırmamısınız? Yox. 280 min göstərir. Bəli. Yəqin ki, orijinal proyekt eləmi? Bəli, bəli. Mühərrikdə yağ azaltma, səs. Heç bir problemi yox. Mühərriki salamat. Qəşəng. Yanacağı nə qədər yandır? Elə onu da indi deyin. 100-ə 5 litrdar belə yanar. Kondisioner işləyirmi? Bəli, qəşəng vəziyyət. Korobkası nədir bunun adı? Korobka 5-lik. Mexanikadır? Bəli, mexanikadır. Atması, səsi? Heç bir problemi yox, qəşəng. Ön çəkən maşındır. Bəli. Perodokda vəziyyət necədir? Qəşəng. Super. Səs küyü yoxdur ki? Yox, yox. Təkərləri yaxşı deyəsən, hə? Təzədir, 2 ayda alınıb qoyursan. Disklər sadə diskli kalpakdan. Bəli. Altında vəziyyət necədir? Üstünə tərsi altı deyilədir, qəşəng. Zədəsi yoxdur ki? Yox, yox. Qapı, krel, kapot nə Yox. dəyişilib? Heç bir. Hamısı özününkidir. Özününkü. Kosmetik işləri yoxdur? Elə belə cüzi bir dənə orada var, pis yox. Ha, ön kreldə acını Bəli. batığı var. Şüşələr yaxşıdır, Bəli. qırıq çatı yoxdur ki? Yox, yox. Dördü də düymədir yoxsa ancaq önlər? Pardon idi, dörddə pardon. Dördü də düymə ilə qalır. Bəli. Şitin üstü təmiz, Bəli. elə yoxdur ləkə. Oturacaqlar parça salondur, yaxşıdır. Bəli. Belə də maşınımız normal maşındır, əsas qiymətidir. Qiyməti ona deyirik də, indi 10 minə deyirsiniz, Bəli, real endirim eləsək neçə düşərik? Sonu 95. 9500. Hansı rayondasınız? Ağcabədi rayonu İndək qəsəbə. Əlaqə nömrəsini deyin. 050 455 69 17. Allah xeyir versin. Sağ ol. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Sağ olun qardaş. 015 maşına. Bəli. Buyurun məlumat verin bilək necə maşındır? Maşın yaxşı maşındır, vuruğu da problemi yoxdur, dəyişəni yoxdur. İl neçədir? 2005. Siz nə vaxtdan işlədirsiniz? Hardasa 2 il var. Aformutmu, etibarnamədirmi? Etibarnamə. Təzəsini almısınız yoxsa necə? Yeniləyirsinizmi? Heyləsini deyirəm. Bir illikdir. Generalni. Yəni vaxtı qutarır yenə alırsınız. Xeyr, xeyr. Hələ qutarmayıb vaxtdan. Nə qədər var vaxtına? Hardasa sentyabr ayına kimi. Alandan sonra xərcləriniz nə olubdu? Dünən 4 dənə təzə təkər alıb qoymuşam. Qranatlar dəyişmişəm, perodok yığmışam. Mühərrikini heç yığdırmamısınız? Xeyr, əldəyim. Yağ azaltması, səsi? Xeyr, problem yoxdur. Mühərriki yaxşı. Motorun yağı yeni. Korobkası da yaxşıdır? Yeni dəyişib, hamısının yağı. Perodokda vəziyyət necədir? Super, dünən yığılıb. Qranatların səsi küyü yoxdur ki? Dəyişib. Dünən dəyişdirmisiniz. Bəli. Satırdınız deyəmi yoxsa? Xeyr, satmaq fikrim yox idi. Özümdən dəyişmişdim. Ekran necədir? Yaxşı vəziyyətdə. Çatı, qırığı, nəsə varmı? Heç bir problem yox. Əl dəyib ekrana? Xırda su çürütmüşdüm. Təkərlər yaxşıdır? Bəli, bəli. Altı necədir polo? Üstü kimi. Çürüyü, pası? Heç bir pasdan çürükdən söz gedə bilməz. Qapı, kril, kapot nə Yaxşı dəyişilib? vəziyyətdə, heç biri. Hamısı zavodunkilərdir. Bəli, zavod. Rəng dəyibdir? Bəli. Rənglənib, tam rənglənib. Hazırda yoxdur kosmetik işi? Xeyr. Şüşələr yaxşıdır? Yaxşı vəziyyət. Qırıq çatı yoxdur ki? Heç bir şey. Önlər düymə ilə işləyirlər, Bəli. arxalar əllə. Şiti təmiz, Bəli. oturacaqlar necə? Oturacaqlar da vəziyyətdə. normaldır. Zavadskoy sistemi. Bahalı səs sistemi yoxdur ki? Xeyr. Qiyməti 7000. endirim nə qədər eləyək? Endirim hardasa 6500-ə verək. Bəli, bəli, 6-5-ə. 6500. Hansı rayondasınız? Ağdaşda. Əlaqə nömrəsi? 050 829 71 16. Allah xeyir versin. Amin. Siz də sağ olun. Altın qaldır rezində. Görə ondan aşağı dəmirdə nə fərd vəziyyət. Ay, başımızı dağıdacaq bu nədirsə. Hə, ört buranı açıq olur.
Onu da yenidir. Rezin də yenidir.